Buna baxıb tövsiyələrinə əməl eləyib varlanan var. Ha, niyə yoxdur? Deyib, mənə burada siyahı var. İndi göstərəcəm adları ilə. Bir də ki, ümumdünya varlı, imkanlı adamların siyahısı var. Forbes eşitməmiş olması. 3 nəfər də orada var. Deməli, biri 97-ci yerdir. Ha, nəsə, qardaş, keçirəm ciddi cavaba. Bəzən zarafat edirəm, çoxsa elə bilir ki, elə cavab verirəm. Deməli, sizin adınız Şəki Muncuqdan çantalardır. İndi görünür ki, hansısa bir biznes qurmusunuz. Adı ona görə elə yazmışsınız. Birincisi, Allah sizi xeyir versin. Qurduğunuz işdə əziyyətinizin bəhrəsini görəsiniz. İkincisi də ki, bax, çanta düzəldirsiniz muncuqdan. Təsəvvür edin ki, çantanın üstündə bir dənə ortasında və yaxud lap kənarında olsun. Muncuğun biri yoxdur. Həm seyrək görsənər, həm nəsə elə bir çatmır da. Bax, mənim bu videolar, belə bu kimi videolar, tək mən demirəm də, indi çoxdur video. Düzdür, nəsə o mövzuya gelmə. Bu videolar o mıncığın da hələ bir hissəsidir. Yəni o boyda çantanın içində 1000 dənə mıncıq olsa, onun birinin də bir hissəsidir. Amma önəmli hissəsidir. Elə anlar gəlir ki, məsəl üçün ümumi biliklər, hansı ki siz yaşayaraq, iş görərək, videolara baxaraq əldə edirsiniz. Təbii ki, ümumi biliklərlə nəticədə bir hansı cəmiyyətdə yer tuta bilirsiniz. Eyni bu mövzuya aid bir şey deyim ki, elə adamlar var ki, belə bu kimi videolar tam mənasız da iş baxmayırlar. Bax, hansı adamlar ki, fikirləşir ki, tək elə buna baxamaqla varlanacaq. İndi mən şübhə eləmirəm, siz belə fikirləşmirsiniz, sadəcə yazmışsınız, indi baxırsınız, yəqin mən əminliklə danışıram, elə bilirsiniz ki, mən elə fikirləşirəm, elə bilirsiniz. Mən elə fikirləşmirəm, fikrimi dedim sizə. Hansı adamlar ki, elə bilir ki, bu videoya baxmaqla varlanacaq. Bax, onlar iş baxması yaxşıdır. Yəni, onlar üçün belə videolar mənasızdır. Əsası belə videolar ümumi işin, ümumi yaranacaq, yarana bilənəcək və yaxud mövcud biznesin çox cüzi bir, bəzən ola bilər çox vacib, amma əsasən genəldə çox cüzi bir hissəsini, amma vacib hissəsini də iz qoyur.